İşitlərimizin hər biri xalqımızın qürur mənbəyi, gələcək nəsillərə örnək olan ölməz qəhrəmanlardır. Belə ki, onlardan biri də 1-ci Qarabağ Savaşında iştirak edən şəhidimiz Məhiyev Əlfağa Nadiroğlunun il dönümü məzarı önündə qeyd olundu. Tədbirdə Qaraməryəm kənd bələdiyyəsi və icra nümayəndəsi, şəhidin qardaşları, əzizləri və yaxınları iştirak etdilər. Şəhidimizin məzarı önündə dualar oxundu və tədbir iştirakçılarından kənd bələdiyyəsi Səfərov Süleyman şəhidlərimiz haqqında bəhs etdi. Anım günləridir. Bu tədbirlərin keçirilməsi tək şəhid ailəsinin, yaxınların vəzifə borcudur. O şəhidin kimin boynunda haqqı varsa, yəni bütün insanların boynundakı haqqı var. Bütün şəhidlərimizin hər birinin bir vətəndaşlıq borcumuzu, bir vicdan borcumuzu ki, onların həm doğum günləri, həm şəhadət günlərini qeyd eləyək, məzarı önünə gəlsin, çiçək qoyulsun, Quran oxunsun. Yəni bizim bugünkü gündə eləyə biləcəyimiz işlər bunlardır. Şəhid o vaxtı ölür ki, unudulur, yaddan çıxır. Şükür Allaha ki, şəhidlərimiz hər zaman yad olunur, hər zaman diqqət mərkəzindədir. Yaxınları, əzizləri tərəfindən, qəlbində vətən eşqi olan insanlar tərəfindən daim gəlir, ziyarət olunur. Bu öz də bir böyük bir nemətdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah torpaqlarımızın azadlığı uğrunda öz şirin canlarını vətənə qurban verən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah yaxınlarına, əzizlərinə səbir versin inşallah. Yaralılarımıza da şəfa versin. Allah rəhmət eləsin. Sonra şəhidimizin qardaşı Cümşüd Məhiyev gələn ziyarətçilərə təşəkkürünü bildirdi. Allah hamısına rəhmət eləsin. Allah sizin də köməyiniz olsun. Allah rəhmət eləsin. Əziyyət çəkib gəlmişsiniz. Sağ olun. Tək mənim yox, hamımızın qardaşları olar. Şəhidimizin yaxınları tədbirin sonunda məzarı önündə xatirə şəkilləri çəkdirdilər. Ardınca tədbir iştirakçıları 44 günlük vətən müharibəsində iştirak edən könüllü şəhidimiz Ağayev İlvi Valehoğlu'nun məzarını ziyarət etdilər və burada dualar oxundu. Xatırladaq ki, 1-ci Qarabağ Savaşında şəhidlik zirvəsinə uzalan şəhid Məhiyev Əlfağa Nadiroğlu 3 sentyabr 1973-cü ildə Göyçay rayonu Şah Sultanlı kəndində zəhmətkeş və mehriban ailədə dünyaya göz açmışdır. Uşaqlıq illərində halal zəhmətə və vətənə sevgisinə və böyüklərə hörmət ruhunda böyümüşdür. Vətənin dar günündə o da minlərlə Azərbaycanlı gənci kimi tərəddüd etmədən silaha sarıldı. 1993-cü ilin aprelin 8-də hərbi xidmətə yollanan Əlfağa Məhiyev qısa müddətdə hərbi hazırlıq keçərək cəbhəyə göndərildi. O, vətən torpağını qorumağını özünə müqəddəs borc hesab edirdi. 1993-cü ilin iyul ayında Ağdam istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Cəmi 20 illik ömrünü vətənə həsr edən bu igid oğul şəhidlik zirvəsinə uzalaraq adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. 24 iyul 1993-cü ildə doğulduğu Göyçay rayonu Şah Sultanlı kənd qəbristanlığında böyük izdihamla dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirmək məqsədi ilə yaşadığı küçəyə şəhidimiz Əlfağa Məhiyev adı verilmişdir. Onun itkisi yalnız ailəsini deyil, bütün Göyçay və onu tanıyan hər kəsi dərin üzünlə qərq etdi. Bu gün Əlfağa Məhiyevin adı hörmət və ehtiramla anılır. Onun şərəfli ömür yolu bizə vətəni sevməyi, onu qorumağı və müqəddəs mədələr uğrunda fədakarlıq göstərməyi öyrətdi. Ruhun şad olsun Azərbaycan oğlu. Sənin qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Bəhlul Həmidov Göyçaylı, Zəkiyə İsmailov Göyçaylı, Azizə Müradova. Göyçay Şah Sultanlı kəndi Azərbaycan internet televiziyası üçün yayımlanmışdır.